Salamlar. Bu videoda sein ve werden fiilinin kısaca fərqini izah edeceğim. Let's get. Sein ve werden fiilinin her ikisinin hərfin mənası olmaq deməkdir. Və hər ikisi şəxsə görə dəyişərkən kökündən dəyişir. Yəni düzəlsiz fiillərdir. Sein fiilinin şəxsə görə dəyişməsi bu şəkildədir. Ich bin, du bist, er ist, sie ist, es ist, wir sind, ihr seid, sie sind, sie sind. Werden fiilinin şəxsə görə dəyişməsi isə bu şəkildədir. Ich werde, du wirst, er wird, sie wird, es wird, wir werden, ihr werdet, sie werden, sie werden. Bəs bunlar arasındakı fərq nədən ibarətdir? Sein fiili konkret bir kimliyi və yaxud da ki vəziyyəti göstərir. Məsələn, ich bin Lehrerin, mən müəlliməyəm. Das Wetter ist schön, hava gözəldir. Er ist krank, o xəstədir. Və yaxud da ki, wir sind Studenten, biz tələbələrik. Bu hal-hazırda olan bir vəziyyətdir. Werden fiili isə bir vəziyyətdən digər vəziyyətə olan keçidi göstərir. Misal üçün, das Wetter wird schön, hava gözəlləşir. Yəni pis idi, gözəl olur. Baxın iki cümlə arasındakı fərqə. Das Wetter ist schön, yəni das Wetter ist schön deyəndə burada zaini işlətdik və hava gözəldir, hal-hazırda gözəldir. Das Wetter wird schön isə hava pis idi, gözəlləşir yavaş-yavaş. Və yaxud da ki, ikinci bir nümunəyə baxaq. Er ist krank, o xəstədir. Amma desək ki, er wird krank, o xəstələnir. Yəni sağlamdır, yavaş-yavaş xəstələnməyə başlayır. Və yaxud, ich bin Lehrerin, mən müəlliməyəm, hal-hazırda müəllim olaraq işləyirəm. Ich werde Lehrerin desək, mən müəllim oluram. Yəni imtahan vermişəm, artıq müəllim oluram deməkdir. Werden fiili həm də gələcək zaman düzəltmək üçün istifadə olunur. Bu zaman cümlədə ikinci əsas bir feilə ehtiyac var. Məsələn, ich werde kommen, mən gələcəm. Baxın burada nə oldu? Werden şəxsə görə dəyişdi və ikinci yerdə durdu. Yəni mübtədədən sonra. Kommen, yəni əsas feil isə cümlənin axırında məstər formasında qaldı. Ich werde kommen, mən gələcəm. Və yaxud, ich werde morgen kommen, mən sabah gələcəm. Və yaxud, ich werde morgen mit meinen Freunden kommen, mən sabah dostumla gələcəm deməkdir. Hər bir halda kommen axırda olur, məstər formasında qalır. Werden isə ikinci sırada şəxsə görə dəyişir. Ich isə ich werde, du-dusa du wirst formasında olur və gələcək zamanı ifadə edir. Kommentlərdə eyni cümləni həm sein, həm də werden ilə yazın. Sizin kommentinizə cavab yazaraq düzgünlüyünü yoxlayacağım. Hələlik.